Değerli şagirdler, abituriyentler, izləyicilər, bu dərsimizdə isə Hüseynovun Zəhər hekayəsindən danışacağıq. Bu hekayə Sovet Azərbaycanının reallığı ilə əks elətdirən gözəl bir əsərdir. Bir hekayə olmuş olsa da, burada çox mətləblərə toxunubdur müəllif. Azərbaycan cəmiyyətini, insan xarakterlərini bir balaca hekayədə böyük bir insanın xarakterini, necə deyək, bütün genişliyi ilə əks elətdirə bilir. Burada təbiəti sevən, canı ilə, ruhu ilə, qəlbi ilə təbiətə bağlı olan Meşəbəyi Mirqasımdan danışılır. Mirqasım 60 yaşlarındadır, pəhləvan cüssəli bir adamdır. Şeirdən, mahnıdan xoşlanan və oxuyan bir şəxsdir. Elə biz əsərin əvvəlində görürük ki, o Aşıqar Əsgərin üçlü qoşmasını oxuyur. Amma bu dəfə deyir, Mirqasım başqa bir ab-havada idi. Çünki su elektrik stansiyası tikilib görünür elədir. Bənd vurulub, bənd də yəqin ki, su elektrik stansiyasının bəndidir. İndi bu ya Şəmkir sesdir, ya Mingəçevir sesdir, onun yaranan vaxtıdır. Və böyük ərazilər, o cümlədən Mirqasımın Meşəbəyi olduğu meşə suyun altında qalacaqdır. Ona görə də Mirqasım deyir, son dəfə bu meşə ilə vidalaşmağa çıxmışdı. Mirqasım bir gedə-gedə, demək, özü atının belində gedir, göy ürgəsinin belində gedir və bu ürgəni çox istəyir. 3 gün sonra şülüz açılacaq, su gələcək, meşə də suyun altında qalacaq. Belə ürgə ilə danışa-danışa gedir. Burada tüm təriflər verilmiş abzası, verdiyim abzasında Meşəbəyi haqqında başqa bir məlumat verilir, ailə vəziyyəti barədə. Meşəbəyin oğlunun biri raykom katibi idi. Raykom katibi indiki icra nümayəndəsi, icra başçısı, bir rayonun icra başçısıdır. Bir oğlu Bakıda oxumaqda idi, yəqin ki, ali təhsil alır. 10 illiyi bu il qurtarmış, son 5-i isə indi artıq başa çatmaqda olan bənd tikintisində işləyirdi. Bütün atalar kimi o da öz oğullarını sevirdi. Ülkənin dümdüz gedəcə güdrəməsi, üstəlik də bir kərə öskürməsi Meşəbəyini narahat etdi. Bundan qabaqçı abzasda yazıb ki, göy ürgənin gelişi Meşəbəyinin xoşuna gəlmədi. Ürgə daşsız, kəsəksiz, dümdüz talanın ortasında birdəncə büdrədi. Bəlidir, lakin qarşıdakı böyük itki bu narahatlığı tezcə də unutturdu. Meşəbəyi deyir, cilovu tərpədib, iri qabarlı əli ilə ürgənin çiynini şaxıllatdı. Büdrəmə, büdrəmə, fikir eləmə, qadan alım. Bənd çəkənlər, meşənin suyun altında qoyanlar mənim öz balalarımdır. Deyirlər, su daha əfsəldir. Suyumuz olsa, deyirlər, ilan məliyən düzlərdən 100 belə meşələr salacaq. Elə bilirsən, salmayacaqlar, salacaqlar, ay göyürcə, salacaqlar o günü, o dövranı biz də görəcəyik. 100 yaşında at belindən qalxıb meşəbəylik eləməyənin atasına lənət. Və burada bir məsələni də xatırladım, yəni tüm təriflərdə verdiyim. Meşəbəyi yaxşı improvizə eləməyi bacarırdı. Özlə elədiyi improvizəni də əsaslandırır. Məşhur bir mahnı var, ay duman gəl keç bu dağlardan. Onu dəyişdirib özü bildiyi kimi oxuyur. Deyir, ay duman gəl keç bu yerlərdən, bu yerlər təzə bar eyləsin. Həm gözlərim görsün səni, həm könlüm nübar eyləsin. Sonra da bunu əsaslanır, deyir, Aşıq Abbas. Abbas dağ adamı idi, dağlardan danışırdı. Mən aran adamıyam, arandan danışıram. Abbas deyirdi, könlüm qubar eyləsin, mən deyirəm, könlüm nübar eyləsin. Hansımız yaxşı deyirik, hangi ürgə? Ürgə bir də büdrüyür, Meşəbəyi təəccüblənir, adətən deyir, ürgəyə bir şallaq da çəkir. Amma deyir, at adətən deyir, tapdırı boşalanda, ya nəsə bir problem olanda, qırılanda deyir, dayanıb sahibinə xəbərdarlıq edərdi. Amma deyir, bu dəfə dayananda deyir, məəttəl qaldı və yerdən, atdan yerə düşdü, yəhərdən yerə atıldı. Ürgənin dodaqları arasında sarımtıl köpük görünürdü. Meşəbəyi əsla çiğrənmədən ovcu ilə köpüyü sildi, əlini burnuna yaxınlaşdırıb qoxladı, köpükdən asırqal iyi gəlirdi. Asırqal, deməli, atı heyvanı zəhərləyən bir ot bitkisidir, amma Meşəbəyi deyir ki, 40 il at belində olub bu yerlərdə, bu meşədə asırqal olmazdı, dağların ətəyində olardı, bu necə olur? Çox belə təəccüblənir, çaşır qalır, atın bu vəziyyəti onu narahat edir. Bu yerdə bir türkə çarə xatırlayıb, bunu kənd adamları bilirlər, zəhərlənmiş heyvana süd içirəcələndə
zəhərin qarşısını alır. Məsələn, zəhərlənmiş insana qatıq içizdirərlər, amma heyvana süd içizdirirlər. Bəs neynəsin? Buradan deyir, təxminən 2 kilometr arada geniş bir talada Gür sulu çay üzərində savxoz vardı. El arasında ona iç savxozu deyirlər. Orada su itinin müxtəlif cinslərini saxlayırlar. Bir ay bundan əvvəl savxoz köçürülmüşdü, tikililər sökülmüş, çay üzərindəki dəmir tor qəfəslər yerli dibli qoparılıb aparılmışdı. Savxozun yerində indi yalnız torpaq yığımları qozarırdı. Qarabalıqdan xeyli kənarda isə uzaqdan baxanda ağız-ağıza dayanmış bir cüt nəhəng hörümçəyə bənzəyən iki alaçıq qaralırdı. Orada savxoz direktorunun qaynatası Daşdəmir kişi pilləkəninin, özünün və daha bir neçə savxoz işçisinin mal-qarasını saxlayırdı. Sabahda biri gündə Daşdəmir də göçməli idi. Zaten 3 gündən sonra buraları su basacaq. Biz Meşəbəyi haqqında onu demək olar ki, təbiəti sevər, həyatı ilə, ruhu ilə meşəyə bağlı olan, zaten işi də, peşəsi də meşəni qorumaq idi. Belə bir adamdır. Bu adamın xüsusi olaraq nə bir müsbət, nə bir mənfi tərəfini görmürük, amma öz işini, peşəsini, təbiəti sevən bir insan olduğunu görürük. Burada ən ciddi diqqəti cəlb edən obraz Daşdəmir obrazıdır. Bu Daşdəmir obrazı Sovetlər dövründə yaşayan, dövrün nəbzini tutan adamların tipik obrazıdır. Xaraktercə də çox böyük qüsurlu bir şəxsdir. Bəli, gəlir ki, oradan süd alıb gətirsin, çünki orada heyvana baxırdı. Daşdəmir özünü gətirir, çatdırır. O 2 kilometri necə gəlirsə, özü də bilmir, təngi nəfəs gəlir, çatır. Qarşısına bir cavan oğlan çıxır, burada heç görmədiyi. Deyir ki, mən Mirqasımam, Meşəbəyin Mirqasım, ay oğul. Atım ağıya düşüb, ağı zəhər deməkdir. Mən səni burada birinci dəfədir görürəm, bağışla, tanış olasaqlığım yoxdur, bir də süd lazımdır. Daşdəmir hanı, gözümə dəymir. Bu yerdən Daşdəmir görür, gəlib çıxır və gələn kimi də bu adam dili tikanlı, zəhər kimi sözləri, əslində bu zəhər atın zəhəri deyil idi. Bu Daşdəmirin dili daha çox zəhər idi, əməlləri daha çox zəhər idi. Və gələn kimi də hayf alırmış kimi Mirqasıma söz atır. Deyir, ölmədik, sənin dövranını qurtardığını da gördü, ya Mirqasım. Deyir, əşki, sən haradasan, səsini eşidir, özünü görmür. Deyir, buradayım, gəlirəm indi. Deyirəm, ölmədik, sənin daxırını gördük. Gölgənin belində belədən belə çapırdın, elədən elə çapırdın. Saatda bir malı, heyvanı atın döşünə qatıb salırdın xalxala. Nə bilim, filan yerə ayaq basmayın, bəşməşən yerə yaxın durmayın, nə bilim, filan yerə yaxın durmayın. İndi kimə qalır sənin bu qoruqların? Yoxsa Qaraca çoban kimi ağaçları köklü köməzli qoparıb belinə şəlliyib aparmaq istəyirsən? Kənd yerində olan adamlar bilir, yəni meşə qoruqla meşəbəylər heç nəyi buraxmazdı, xüsusilə mal-qaranı buraxmazdılar və ya meşədən gedib nəyisə kəsib gətirməyə icazə verməzdilər. Və bu adam da, Daşdəmir də heyvanlı meşədə otladıb bəsləmək istəyən bir adamdır. Deməli, həmişə bu Daşdəmirin gözündən oğurlanıb, Mirqasımın gözündən oğurlanıb, meşədə heyvan otladanda, demək ki, Mirqasım gəlib çıxarmış və heyvanlara aparıb həbs eləyərmiş, xalxala salarmış. Bunu hatırladır ona. Deyir ki, da indi qutardı, nə oldu, deyir da, bu ağaçları dalına şəlliyib aparmayacaq ki, Qaraca çoban kimi, bu Dədə Qorqudda Salur Qazanın evinin yağmalanması boyundan bir epizodu hatırladır. Sonra deyir, hə, buyur görək, süd lazımdır deyirsən, süd zad yox. Gördüyümüz kimi bir heyvanın öz heyvanını otladıb bəsləmək üçün qoruğa, meşəyə salan adam indi Mirqasımın atının zəhərləndiyini bilə-bilə ona süd verməkdən imtina edir. Süd yox. Meşəbəyi üçün bu saat hər dəqiqə qiymətli idi. O, ötən günləri yada salıb söhbəti uzadan adamın tələsməyəcəyini hiss edib gəncə baxdı. Gənc dərhal sigaretini geri atdı, mən gətirərəm deyib alaçıqa tərəf yürüdü. Meşəbəyinin elmli, savadlı adamlara, şəhərlərdən gələn, şəhərlərdən meşəyə gəzməyə gələn ziyalılara xüsusi marağı vardı. Yaşıl talalarda, bulaq başında, ağac gölgəsində onu süfrəyə dəvət edən ziyalıların hərəsi onun ürəyində bir cür xatirə qoyub gedərdi. Onun həyəcanını, təşvişini dərhal başa düşüb, cəhd yüyürən ziyalı gəncin arxasınca baxdıqda, Meşəbəyinin bənd tikilisi başlayan gündən açılıb dərinləşmiş, sonra küt bir ağrı içərisində gizlənib qalmış yarası yenidən qövr elədi.
Yalnız indicə başa düşdü ki, lent kəsilib şluz açılanda, meşə suyun altında qalanda, meşə ilə birlikdə neçə-neçə adamlar ülfətini, ünsiyyətini, ərşdən, gücdən xəbər verən şirin-şirin söhbətlərini də bitirəcəklər. Meşəbəyi deyə bir anlığa hətta ürgəni də unutdu. Bu zaman eşitdimə Daşdəmir danışırmış. Mirqasım xəyala dalıb heç nə eşitmir. Birdən deyir, səninlə deyirəm, niyə cavab vermirsən? Mirqasım deyir ki, nə deyirsən? Deyirəm, oğlun raykom katibidir, pulun çox olar, ver xərcləyək ya. Gördüyünüz kimi burada həm də dediyim kimi bu Daşdəmirin dili də zəhərdir. Təbiətən də belə deyək, Sovetlərin dövründə əyri yollardan yaşayan, deyək ki, dövləti, xalqı alladan və qazanan, dırnaqarası qazanan adam tiplərindəndir və o belə düşünür ki, icra başçısıdırsa Mirqasımın oğlu çoxlu pul qazanmış olar, yəni rüşvətin içində olmuş olar həmişə. Ona görə bir daha sataşır Mirqasıma. Deyirəm, oğlun raykom katibidir, pulun çox olar, ver xərcləyək də. Amma bunlar əslində Sovet reallıqlarıdır ha. Meşəbəyinin, daha doğrusu Azərbaycan reallıqlarıdır, təkcə Sovet dövrü reallığı yox, gerçəkdən Azərbaycan reallığıdır. Meşəbəyinin qaşları çatıldı. Sənin də kürəkənin savxoz direktoru, deməli sənin də pulun çoxdur. Mənim torbamın dibi deşikdir. Elə niyə? Bilmirsən, bir-iki baş normadan artıq heyvan saxlayıram deyin, hər yoldan ötən rüşvət istəyir. Pul torbanın üstündən qoyuram, altdan o yana gedir. Sənin özün neçə kərə qonaq eləmişəm. Yadından çıxıb, burada yenə bir söz atır Mirqasıma. Mirqasım cavab verir. Deməli, mənə də rüşvət verirdin, Daşdəmir güldü. Bəs sən necə bilirdin, hə? İşim keçməyən adama mən bir tikə də yedirtmərəm. Meşəbəyi fikir dağınıq halda səbirsizliklə alçığa tərəf baxdı. Oğlanın dolu vedrə ilə gəldiyini gördükdə, itlərin mırıldanmağına əhəmiyyət vermədən onun qabağına yeridi. Çox sağ ol, qadan alıb. Dəyməzəmi deyə nəzakətlə gülümsünüb vedrəni ehtiyatla irəli uzatdı. Əli vedrənin soyuq qulpuna toxunanda meşəbəyinin ürəyinə sərinlik gəldi. Fikrən indi o artıq Göyürgənin yanında idi. Bu göyçək xeyirxah oğlan da, Daşdəmir də onun yanında idilər. Köməkləşib ürgəni yıxmışlar, zorla süd içirirdilər. Bu fikirdəykən birdən vedrənin böyrü üstə gördükdə Meşəbəyi təəccüblə çevrilib ağzını geniş açaraq qaqqıldayan Daşdəmirə baxdı. Süd axıb göy otların arasına hopurdu. İtlər cumub südü yalayırdılar, Daşdəmir isə gülürdü. Vallah bilmədim, ayağım toxundu Mirqasım. Bir ürgə nə mənə şeydir, ondan ötürü. Belə yüyürüb qantərə batıbsan. Deyinən oğlanların hərəsi biraz pul qoysun, maşın alsınlar, min gəz kefil özün üçün. Meşəbəyi top qara saqqal arasında iti ucu dişləri ağaran bu adama baxıb nahaq gəldiyini başa düşdü. Meşəbəyinin canı alovlandı. O pul təklif etmək, südü satın almaq istədi. Lakin özünü sındırmadı. Köhnə adi təmkini ilə yaylığını çıxarıb tərini sildi. Papağını götürdükdə ikindi çağı sərinliyində onun iri qırxıq başından qatı bul qalxdı və beləcə başı tüstülü halda geri qayıtdı. Göyürgə artıq böyür üstə idi. Meşəbəyi çöməlib onun gözlərini sığalladı. Sonra əlinin arxası ilə öz gözlərini sildi. Belə işlər acı Ürgə. Ürgə son dəfə dartındı və hərəkətsiz qaldı. Meşəbəyi yavaşca qalxıb tapqırları açdı. Sonra yüyəni Ürgənin başından çıxartdı. Yəhəri belinə şəlləyib, yalnız onun bələd olduğu el yolundan uzaq, xəlvət çığırla addımladı. Külək başlamışdı, meşə xışıldayırdı, meşəbəyinin üstündə xəzəl yağırdı. Boynuna, qoltuğunda soyuq yarpaqlar dolurdu. O isə heç nə əhəmiyyət vermir. Gözlərini qaranlıqda bozaran dar cığırdan çəkmədən ağır-ağır, yorğun-yorğun addımlayır. Meşədən çıxanda ömründə birinci dəfə bərk yorğunluq hiss etdi. Vaxtı keçmiş qoca kimi hıqqıldayıb, yəhəri belindən indirdi. Yerə qoyub üstündə oturdu, sonra çevrilib çiyini üstündən geriyə. Meşənin səsinə qulaq asdı. Belə işlər ay Göyürgə. Belə işlər ay Meşəbəyi Mirqasım. Gördüyümüz kimi bu hekayədə həm Sovet dövrünün yaşam şərtləri, yaşam tərzi öz əksini tapıb bir balaca hekayədə, həm də burada çox ciddi bir insan obrazı yaradılıb. Daşdəmirdən söhbət gedir, sözsüz ki, içi beləcə deyim, mundarlıqla dolu, kinlə, küdurətdən dolu, öz mənafiyi üçün hər şeyə gedən,
heç nəyə canı yanmayan, bir canlının ölümünə belə bu qədər soyuqqanlıqla göz yuma bilən, belə deyək ki, intiqam alan, özü də nədən intiqam alır? Öz qeyri-qanuni işlərinə imkan verməyən bir adama, öz vəzifəsini layiqincə yerinə yetirən bir adamdan intiqam alan, intiqamçı duyğularla yaşayan bir insan obrazı yaradılıb ki, həmişə ətrafımızda bu tip insanlar var. Ona görə bu əsər özlüyündə çox qiymətlidir. Kiçik bir hekayə olsa da, həm yaşanan dövrün güzgüsü olmaq baxımından, həm də o tip insanların varlığını əks elətdirmək baxımından çox qiymətli əsərdir. Əsər də bu gün üçün də çox aktualdır. Bu gün də cəmiyyətimizdə, cəmiyyətimiz bu şeylərdən xali deyil. Yəni bu tip adamlar, bu cür mövqe sahibləri, o qanunlar, o qaydalar, yəni o yazılmamış qaydalar, qanunlar hələ də Azərbaycanda hökm sürür. Əsərin konfliktinin səbəbi bildiyimiz kimi atın zəhərlənməsi olur. Hər şey oradan başlayır və atı xilas eləməyi bacarmır. Mir Qasım atı xilas eləmək istəyəndə bütün yaşadığı həyatın elə bil özəti burada öz əksini tapır. Biz həm də Mir Qasımın nə cür bir özünün xarakterə sahib olduğunu görürük. Belə məlum olur ki, bu bir savadsız bir adamdır. Yəni adi bir meşəbəyidir, amma ziyalılardan oturub durmağı sevən, onlardan görüb götürməyi sevən, şeirə, ədəbiyyata həvəsli bir adamdır. Düzdür, biz meşəbəyinin xarakterini çox da yaxşı görməsək də, amma müsbət bir obraz olduğunu hiss edirik, düzdür. Heç bir vəzifəsini layiqincə yerinə yetiribdimi, yetirib. Yaxşı övladlar böyüdübdümü, böyüdüb. Övladlarını sevirmi, bəli, yüksək mövqeyə yaparıb çatdıra bildiyi bir oğul böyütmək özü belə meşəbəyinin müsbət bir xarakter olduğunu göstərir. Amma bunu təəssüf ki, Daşdəmir üçün demək olmur. Bütün hansı tərəfdən baxsaq, biz Daşdəmirin mənfi tip olduğunu görürük. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu.